İndi sual çıxır. Görəsən birbaşa peyğəmbər və imamların özünə müraciət eləməkdə bizim müşkülümüz nədir? Yəni imam o şəxslər ki, məsumlardan gedir söhbət. Həzrəti Əli əleyhissalam, Həzrəti İmam Hüseyn əleyhissalam və digər imamlar. Onların qapısında, məsələn İmam Rıza əleyhissalam. Görəsən onların qapısında mən imamdan istəsəm ki, imam mənim əvəzdən Allahdan istəsə. Çünki bilirəm imamın ləyaqəti var Allahdan istəməyə. Mən imamın özündən birbaşa istəsəm, görər harasında işin səhv eləmişdim. Biz bir evimizdə uşağımızın qüdrətinə qail olduğumuz qədər imamətin qüdrətinə qail deyilik. Gündə neçə dəfə uşağı insan, valideyn uşağı əmr eləyir ora-bura. Onu mənə gətir, onu apar, onu ver, onu al. Bəyən bu müraciətlərdə bir uşağın qüdrətinə qail olduğumuz qədər imamətin qüdrətinə qail deyilik. Yəni imamın bu qüdrəti yoxdur. Biz düşünürük ki, imam bizim üçün istəyə bilməz. Mən imamın özündən birbaşa istəsəm, hər bir xalqın, hər bir cəmiyyətin, bəzən və hər bir qəbilənin özünün əqidə və yaxud da ki, öz bir formalaşmış adət ənənəsin xülasə bir kəlmə ilə ifadə eləyərlər. Ya Əli Mədəd bizim Quranda təvəssül ayələrimizdir. Ya Əli Mədəd Quranda bizə nazil olan, Peyğəmbərə nazil olan, bizi başa salan şəfaət ayələridir. Biz Ya Əli Mədədlə bir dənə etiqadımızın xülasə bir kəlməsini izah edirik ki, biz Quranda şəfaət ayəsinə iman gətirmişik və onu qəbul eləmişik. Biz Quranda təvəssül ayələrinə iman gətirmişik, onu qəbul eləmişik. Biz bayaqdan bu oxuduğumuz ayələri qəbul eləmişik. Bu ayələrin xülasəsi Ya Əli Mədəddir. Bu da bir etiqadlı cəmiyyətin etiqadından doğan bir dənə xülasələnmiş bir kəlmədir. Bunun niyə izahatını istəyirik biz? Ya Əli Mədəd dedim, kimlər necə başa düşdülər? Əzizlərim, buna diqqət eləyək. Xüsusən əziz qardaşım, buna diqqət elə. Əğyarın qəlbini ələ almaq üçün yarın haqqını tapdalama.